Murad həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 20-ci dərsidir. Onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Deməli, bu günlərim Grob debutundan danışacağıq. Deməli, keçək Grob debutuna. Grob debutunun gedişlərini göstərdim. Burada deməli 3-ə yaxın tələ göstərəcəm bir debutda. Deməli, Grob debutu J4 gedişindən sonra başlayır. J4 gedişi standart gediş deyil. Adətən biz E4, D4 və yaxud C4 oynayıb mərkəzi xanaları zəbt eləməyə çalışırıq. Amma burada isə tam tərsi J4 oynayırıq. Ondan sonra qaralar burada adətən D5 cavabını verir. Çalışırlar oyunu vəzir qambitinə çevirsinlər. Amma biz buna imkan vermirik və oynayırıq fil J2. Fil J2 oynadıqdan sonra qaralar görür ki, J4-dəki piyadamız qorumasızdır və J4-dəki piyadanı fillə götürürlər. Biz isə burada oynayırıq C4. Yəni, ilk tələmiz buradadır. Qaralar D2 vurduqdan sonra görürük ki, B7-dəki piyada qorumasızdır. Biz onu vurduqdan sonra qaraların hər bir gedişini biz topu götürür və material üstünlüyündə oluruq. Yox, əgər rəqib bunu görsə, bizim tələmizi görsə, oynasalar. Tələmizi gördükdən sonra deməli D5-dəki piyadalarını qorumağa məcbur olurlar. Deməli, burada oynayırlar C6. C6 oynadıqdan sonra burada 2 gediş var. Ya vəzir B3 və yaxud da CD piyadasını vurmaq olar. Bu artıq sizə bağlıdır, amma məsləhət odur ki, vəzir B3 oynayın. Gəlin birinci CD vurmaqda göstərdim. Vurduqdan sonra qaralar da əlbəttə ki vurur və biz vurduqdan sonra məgər vəzir B3 oynasaq, misal üçün qaralar əgər səhv gediş eləsə, oynasalar, E6 piyadalarını qorusalar, həm də ki filin qabağı açsa, qara xanalı filin qabağını açmağa çalışırlar, amma yenə də bu səhv bir gediş olur. Biz buradan vəzirlə şah veririk, belə və yaxud belə şah qoruduqdan sonra biz J4-dəki fili götürürük. Amma bunu görmək olar, yəni təcrübəli şahmatçıdırsa rəqibimiz bu tələni görə bilər. Bu da elə ikinci tələ idi. Üçüncü də deməli biz burada CD vurmaq əvəzinə oynayırıq vəzir B3. Deməli əsas maraqlı hissə buradadır. Vəzir B3 oynadıqdan sonra qaralar oynayır vəzir C7. B7-dəki piyadalarını qorumaq üçün vəzir C7 oynayırlar və biz isə burada artıq piyadanı vururuq CD, onlar da vurur CD və biz burada oynayırıq at C3, öz fiqurumuzu inkişaf elətdiririk. Burada qaralar təzyiqdən çıxmaq üçün kontrataka keçmək istəyirlər və oynayırlar D4. Bu da səhv gedişdir. Biz oynayırıq deməli at B5. At B5 oynadıqdan sonra vəzirə hücum olur və burada qaralar oynayır vəzir B6. Vəzir B6 da gedişi səhvdir. Çünki biz vururuq deməli B7-dəki piyadanı qaralar götürdükdən sonra və biz də belə bir şah veririk. Yəni burada fərq eləmir. İstəyir bu vəzir geçsin C8 xanasına, yenə də həmin şey olur. Biz bu piyadanı vurduqdan sonra qaralar götürür. Biz də atla D6-dan şah veririk. Yəni belə bir şahla biz burada vəzir qalib gəlirik və ondan sonra da hətta artıq top da götürmək olar. Belə bu debut bu qədər. Bir debutda 3 dənə tələ var və bu tələlərin hamısına da rəqiblər düşə bilər. Həqiqətən də Grob debutu bəlli bir səviyyəyə qədər yaxşı bir debutdur. Çünki orada tələlər çoxdur qaralar üçün. İstifadə edə bilərsiniz. Bu dərsimiz bu qədər. Sağ olun. Gələn dərslərə görüşənədək.